Naxçıvanda 67-ci ildən peşəkar futbol başlayıb. O vaxt Naxçıvana düzdür, adı-sanlı futbolçular da gəlibdi, məşqçilər də gəlibdi. O vaxt Naxçıvanın yaxşı komandası var idi. Nəinki o vaxt, hər il Naxçıvanın yaxşı komandası olubdu. Demək olar ki, biz futbolu təmiz anlayandan bu izə gördüyümüz məşqçilər, gördüyümüz futbolçular, elə adlı-sanlı məşqçilər işləyiblər. Əhməd Ələsgərovdan tutmuş, Buruxdi deyək, Nadir Mamedov deyək, Hafiz müəllim rəhmətli, onlar bütün bu şəxslər Naxçıvanın ən yaxşı vaxtlarında Naxçıvanda məşqçilər olublar. Bizim Naxçıvan futbolunun yetirmələri də hal-hazırda Bakıda da oynayırlar və dünyasını dəyişənlər də var. Onlar Naxçıvan futbolu üçün böyük əmək sərf eləyiblər. Naxçıvan futbolu həmişə səs-küylü olubdur. Baxmayaraq ki, böyük stadionumuz boşdur, stadionumuzda səs-küy yoxdur. Bu da bir səbəbdir. Komandamız Naxçıvanda yoxdur. Bizim əsas komandamız Bakıda oynayır. Düşünürəm ki, bugün Naxçıvan futbolunda böyük dəyişikliklər olubdur. Naxçıvan Futbol Federasiyasında dəyişiklik olandan sonra, rəhbərlik dəyişiləndən sonra bizim də qabağımıza qoyulan məqsədlərdən biri uşaq futbolunun inkişafıdır. Bugün 650 nəfər uşağa idman forması paylanılıbdır. Bugün 650 uşağın futbol oynaması üçün toplar verilibdir. Düşünürəm ki, inşallah bizim uşaqlar, bu gördüyümüz uşaqlar böyüyərlər, Naxçıvan Araz komandasının şərəfini qoruyarlar. Yaxşı da uşaqlarımız var. Naxçıvanda demək olar ki, Naxçıvan Futbol Federasiyası futbolumuza yeni bir həyat verdi. Uşaqlarımızın 10 yaş qrupundan 16 yaş qrupuna qədər ayın 2-sindən start götürmüş yarışımızda Naxçıvan Futbol Federasiyası tərəfindən komandalarımıza lazımi dəstəklər göstərildi. Toplarından tutdu, formalarından tutdu. Hər şey təmin olunub yüksək səviyyədə. Hakimlər Briqadası yarışlarda fəal iştirak edirlər, yarışların real keçirilməsində. Biz də Naxçıvan şəhər Uşaq Kəsəl İdman Məktəbi olaraq bu yarışa 5 komanda ilə qatılmışıq. 5 komandada 100-dən artıq idmançımız iştirak edir. Sevindirici haldır ki, indiyə qədər keçirilən yarışda Uşaq Kəsəl İdman Məktəbi olaraq 5 komandamızın 5-i də ilk üçlükdə fəaliyyət göstərir, ilk üçlükdədirlər. Komandamızın biri demək olar lider olaraq gedir. O 14 yaş qruplarımızda 5 oyunla 5 qalibiyyətlə qrup lideri olaraq gedirik. Sevindirici haldır. Bir həftədən çoxdur burada yarışlarda iştirak edirik. Yarışlarda oyunların təşkilində və oyunların səviyyəli şəkildə keçirilməyində köməklik göstəririk. Oyunlar ötən illərdən nisbətən daha keyfiyyətli, daha yaxşı keçirilir. Vaxtında komandalar iştirak edir. Ötən illərdən nisbətən komanda sayı artır gün-gündən. Və bizi sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasında hakimlər, yerli hakimlərimiz artır. Bu il 3 briqada ilə təmsil olunur. Bir gündə, demək ola bilər 11 oyun keçiririksə, biz federasiya olaraq hardasa 1000 nəfərin iştirakını nəzərdə tuturuq ki, burada futbolçu, tamaşaçı, polisi, həkimi, yeri düşmüşkən mən istəyərəm təşəkkür eləyəm sizin bu fürsətdən istifadə eləyək. Təşəkkürümüzü bildirmək istəyirik. Bizim Naxçıvan Futbol Federasiyasının rəhbərliyinin adından biz Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Təcili Tibbi Yardımın işçilərinə təşəkkür edir ki, bu aprel ayının 2-sindən bizi tək buraxmadılar. Bizdə 4 nəfər əməkdaş təhkim olunub Naxçıvan Muxtar Respublikasına. 3 nəfər liqaların təşkil şöbəsindən, 1 nəfər də qeydiyyat və statistika şöbəsindən təhkim olunub. Biz liqaların keçirilməsi, vaxtı-vaxtında həkimlərin, polislərin, komandaların meydançada olmağına nəzarət edirik. Qeydiyyat və statistika şöbəsində lisenziyaların düzgün olub-olmamağı, yəni LIP oyunçuların olub-olmadığını haqqında
məlumatları toplayır. Ötən illərdən fərqli olaraq daha diqqətlə yanaşılır oyunlara. Hər şey yüksək səviyyədədir. Sevindirici haldır ki, rayon komandaların inkişafını görürük. Gələcəkdə daha da inkişaf edəcəklərini görəcəyik inşallah. Çatışmayan komandaların rayonlarda, yəni belə deyək də, məşqlərin az keçirilməyidir. Almaniya Araşdırmalar İnstitutunun belə bir araşdırması vardı və statistikası vardı. Bir futbolçu, yəni uşaqlıqdan yeniyetmə dövrünə qədər, 9-10 yaşından 16 yaşına qədər 1600 oyun oynamalıdır. Bu 1600 oyun rəsmi oyunlardır, yoldaşlıq görüşlərdir, turnirlərdir, beynəlxalq turnirlər, cürbəcür turnirlər. Çünki burada zonada azdır, vaxt azdır. Deyək ki, bir 10 yaşlı uşaqlar meydançanın 1/4-ni oynayırlar və 20-20 dəqiqə. Yəni bu uşağın inkişafı üçün çox az bir vaxtdır. Yəni yaşına uyğun olaraq. Amma yaş artdıqca meydançanın ölçüləri və oyunun vaxtı artdıqca təbii ki, yüklənmələr əmələ gəlir. Bu isə daha düzgün bir şəkildə ardıcıllığın aparılmasına gətirib çıxardır. Ona görə də biz futbolun təməl təhsili deyiriksə, orada ən əsas, ən vacib götürəcəyimiz mövzu budur ki, öyrənmə-öyrətmə prosesini futbolun elmi əsaslarına dayanaraq, pedaqojik olaraq tədris etmək. Sədərək rayonunda bu il yağışdan keçirilməsi bizə müsbət hal kimi dəyərləndiririk və digər Ordubadda da keçirilir, Uzunobada keçirilir, Babək rayonunda, şəhərdə keçirilir, Şərurda keçirilir. Bu sevindirici haldır ki, uşaq futbolu rayonlar arasında belə də şaxələnir. Şəhər rayonunda kompleks şəklində mükəmməldir. Mütləq yeniliyə ehtiyacı var. Stadionun sıradan çıxmağa nəzərə çarpır. Uşaqlar üçün keçirilməsi çətinləşir, oyunlar keçirilməsi. Bu il mən Sədərəkdə birinci dəfə oluram. Əvvəllər vahşi düzənli idi. Sonradan Naxçıvan Futbol Federasiyasının əməkdaşları tərəfindən görüşlər olub Sədərəkdə. Stadionun belə deyək, sulanması, ətrafın təmizlənməsi işlər görülüb və istənilən səviyyəyə çatıb. Naxçıvanda futbol sevilən idman növüdür. İnşallah növbəti illərdə daha diqqətli yanaşılıb, daha yaxşı turnirlər təşkil olunmağını gözləyirik. Mən Mətin Həsənov, 2 ildir məşqə gəlirəm. Bura Ordubad rayon Vənət kəndindəyəm. Bura böyük arzularla gəlirəm. Öz üzərində işləyirəm ki, gələcəkdə Azərbaycanın bir futbolçusu olum. Sonra Ordubadı təmsil edirəm Naxçıvan üzrə. Naxçıvanda çempionluğa oynayırıq. Bu liqda çox maraqlıdır. Sağ olsunlar ki, bizim üçün belə liq hazırlayıblar. Burada böyük əməklər verib, orada birinci olmağa çalışırıq. Həm gedirik Naxçıvana böyük oyunlar oynayırıq. Ya onlar gəlir burada bizim stadionda oyunlar oynayırıq. Böyük təcrübə qazanırıq burada. Həm müşahidə edirik oyunları, ölkəni təmsil edib, millidə oynayıb. İlk öncə öz komandalarımızda oynayıb, sonra isə xaricdə, Türkiyədə, başqa ölkələrdə uğur qazanmağı arzulayıram. Əfsuslar olsun ki, biz çempionatımızı mütəmadi keçirə bilmirik. Bu il məsəl üçün Naxçıvan Futbol Federasiyası və Azərbaycan Futbol Federasiyaları arasında danışılmış bir mövzu vardı ki, Naxçıvanda bu çempionatı mütəmadi keçirək. Amma bəzi səbəblərdən alınmadı. Amma yerinə düşdü ki, bu müsahibəni mən verərkən artıq Naxçıvanda çempionat keçirilir 10 yaşdan 16 yaşa qədər. Biz burada bir daha şahidi oluruq ki, oyunun vacibliyi. Uşaqlar əgər birinci turda meydança
hiss etmə məsələsi var idi. Mövqelər arasındakı o çatışmazlıqlar var idisə, 3, 4, 5 artıq oyundan, turdan sonra uşaqlarda bunu cüzi də olsa, qismən də olsa aradan qaldırıldığını görürük. Adım Yalçın Ordiyev, 7-ci sinifdə oxuyuram. Mən bu Araz Naxçıvan U13 komandasının bir üzvüyəm. Mən bu futbola marağım çox olmuşdu. Mən bu Araz Naxçıvan akademiyaya 3 ildir gəlirəm. 3 ildir gəlirəm. Burada bu turnuvaların hər həftə olmasını istəyirik. Biz bu udub çempion olub Bakıya getmək istəyirik. İnşallah da udub gedəcəyik Bakıya. Bu UEFA-nın klublar qarşısında qoymuş olduğu şərtlərdən biridir ki, hər bir Premyer Liqa klubunun akademiyası olmalıdır, hər bir yaş qrupu olmalıdır. Bizim də Araz Naxçıvan olaraq artıq 3 ildir fəaliyyətimiz var, Araz Naxçıvan Futbol Akademiyası olaraq. Birinci ilisi biz ancaq 4 yaş qrupumuz vardı, 10 yaşdan 14 yaşa qədər. Burada daha çox təşkilati işlərlə məşğul olduq. Son 2 ildə isə bizim 10 yaşdan 19 yaşa qədər komandalarımız var. Qızlar komandası var 2 yaş qrupunda, bir Azərbaycan Yüksək Liqasında oynayır, bir isə 15 yaş liqalar var. Əvəzedici heyət və əsas heyət. Bildiyiniz kimi bizim 17-19 yaş qızlar komandası, əvəzedici əsas heyət Bakıda məskunlaşır. Akademiyamızın digər yaş qrupları 10 yaşdan 16 yaşa qədər 7 yaş qrupumuz isə Naxçıvandadır. Bu sevindirici haldır ki, keçən il bizim uşaq kəslər idman məktəbi olaraq 5 uşağımız Azərbaycanda Qarabağın altyapısına seçilibdir. Bu gün də fəal uşaqlarımız var, aktiv uşaqlarımız var, gözəl futbol oynayan uşaqlarımız var. Mən ümid edirəm ki, bu ildə keçənkindən müsbət nəticə verəcəyik. Bundan da artıq seçimlərimizdə inşallah şagirdlərimiz, futbolçular, idmançılarımız inşallah ki, seçimlərə düşəcək. Bu il çempionat başlayıbdır və biz bu çempionatda Uznova stadionunda, Şərurda, həmçinin Şəhər stadionunda oynayırıq. Futbola həvəsim çoxdur. Bu çempionatda yaxşı oyun sərgilərik. Komandalara yaxşı nəticə göstəririk. Hədəfim böyük klublarda oynamaqdır. Aprel ayının 19-u yekunlaşacaqdır bu turnir. 10 yaşından 16 yaşına kimi uşaqlardır. Bunların birinci 16, 15, 14, 13 yaşlı uşaqların çempionu Bakıda play-offa gedəcəkdir. Hal-hazırda bir komandamız məlumdur. 16 yaşlılarda Şərurun Uşaq İdman Gənclər Məktəbinin 16 yaşlıları artıq çempion olublar. Uşaq futbolunun ümidlərimiz çox böyükdür. Yəni işin də gedişatı onu göstərir ki, həqiqətən də düzgün işlər gedir. Yəni uşaq futbolunun inkişafına önəm verirlər. Ümid edirik ki, bundan sonra hər şey yaxşı olacaq. Bizim futbolumuzun Naxçıvan Muxtar Respublikasının uşaq futbolu inkişaf edəcəkdir. Sağ olsunlar, hər cür şəraiti yaradıblar. Keçirilən yoldaşlıq görüşləridir, seçimlərdir, bu turnirlərdir, bu çempionatlardır. Yəni bu öz-özlüyündə deyir ki, futbolumuz indiki zamanədə düz yoldadır və inkişaf edəcək. Çox böyük ümid edirik ki, bu ənənə davam edəcək, durmayacaq. Bizim üçün hər cür şərait yaradıblar. Topla, forma ilə, nakitka ilə, qapı setkaları ilə bizə hər türlü dəstək verirlər. Ona görə onlara minnətdarım, təşəkkür edirəm. Mən inanıram ki, qısa bir zamanda Naxçıvan futbolu Azərbaycanda öz sözünü deyəcək. Bizim bugün baxdığımız əsas komandamız Araz Naxçıvan uğurlarla irəlilər və bizim də istəyimiz odur ki, Naxçıvan əsas heyətinə Naxçıvanlı olaraq Naxçıvanlı uşaqları, Naxçıvanlı yeniyetmələr, gənclər orada Naxçıvanı təmsil eləsinlər. Oyunlar pis keçmir, təşkil edənlər də aktivdirlər. Yəni öz işlərinin təcrübəli olduğuna görə. Bundan sonra da yəqin idmana münasibət daha da artacaq, həvəs olacaq. Gələcəkdə uşaqlarımız belə işlərdə futbol üzrə uğurlar göstərə bilərlər. Fikrimiz var ki, 13-14 yaşlıları biz İğdir şəhərinə aparaq. Oranın həm yaşlıları ilə futbol oynasınlar, özlərini orada bir sınasınlar. Çünki qabaqda may ayında bizim play-offumuz var. O uşaqlar o play-offa kimi
səfər oyunlarında iştirak eləməlidirlər ki, biz Bakıda oynayacağıq. Onlar səfər oyununun nə olmasını hiss eləsinlər. FIFA oyun qaydalarının birinci qaydası meydançadır. Əgər bugün biz bu uşaqların bu akademiyalarında aşağı yaş qruplarının məşq etdiyi meydançalar, yəni yetərli deyilsə və yaxud da ki, olan meydançalar məşq keçməyə, futbol oyunları oynamağa uyğun deyilsə, təbii ki, biz artıq orada inkişafdan söhbət edə bilməyəcəyik. Təzədən bu stadiona həyat vermək, bu stadiona tamaşaçılarını toplamaq bizim rəhbərlik və Naxçıvan Futbol Federasiyasının bugünkü gün birinci məqsədidir ki, bu stadion təzədən həyata qalsın. Artıq hər bir yaş qrupu üçün seleksiya işlərinə başlayacağıq. İnşallah gələcək üçün əsas komandamız 17-19 yaş komandalarımız artıq Naxçıvana qayıtdıqdan sonra tam olaraq akademiya şəklində fəaliyyətimizi tam bərpa edəcəyik. Bizim bugün çox görülməli bir işlərimiz vardı. Birinci növbədə stadionumuzun təmir olunmasıdır. Bu haqda müzakirələr gedir. Naxçıvan Futbol Federasiyasının rəhbərliyi şəxsən özü bu işdə maraqlıdır. Bir ay bundan öncə hörmətli Fuad müəllim də gəlmişdi stadiona, gəldi bizimlə də söhbət elədi, stadiona baxış keçirdilər. Düşünürəm ki, bu işlər gəlib öz yerini tapacaqdır, stadionumuz da təmir olunacaqdır. Biz istəyərik ki, Araz Naxçıvan gəlsin, Naxçıvanda oynasın. Arazı sevənlər Naxçıvanda çoxdur. Biz burada, idarəmiz burada yerləşir. Bizi gündə gəlirlər, soruşurlar, Araz ha vaxt gəlir, niyə gəlmir? Bəzi məsələlər var ki, tamaşaçıları o məsələlərlə razı salmaq olmur. Ancaq görünən odur ki, tamaşaçılarımız Arazı Naxçıvanda istəyir. Araz Naxçıvan komandasının Naxçıvana qayıtmağını gözləyirsiniz? Əlbəttə gözləyirəm. Öz regionumuzun komandasıdır, öz bölgəmizin komandasıdır. Yəni istəyirəm ki, Araz Naxçıvan oyunları Bakıda deyil, Naxçıvanda keçsin. İstəyərdim ki, Araz Naxçıvan bir daha qayıtsın, burada oynasın, öz regionumuzda oynasın və oyunlarını da maraqla izləyək. Yəni bütün rəqiblərini məğlub etsin. Bunu istəyərdim. Hər bir komanda öz evində oynamalıdır. Yəni oynasa burada çox adam gəlib baxar, dəstək olar. İndi Bakıda olduğuna görə çox adam gedə bilmir. Regiona qayıtması, öz evinə qayıtması çox yaxşı olar. Burada stadionu düzəltsələr əslində çox yaxşı olardı. Naxçıvan kimi azarkeş yoxdur. Buradan avtobusla tutulduq şehir diyorlar. İndi Xankəndi deyək də, ora biz futbola baxmaq. Hədə və Bağləşik. Naxçıvanda olan azarkeş heç yerdə yoxdur. İndi yəni şeydir. Nədə belə soyuqluq yaranır, biraz nə belə də. Arzumuz o yöndədir ki, Naxçıvanda keçirilsin oyunları. Biz Naxçıvanda gedək rahat-rahat baxaq. Yəni Bakıda oynamaları bizi belə şey eləmir də, yəni bizi qane eləmir. Yəni arzumuz o yöndədir ki, Naxçıvana komandamız gəlsin, Naxçıvanda oynasın və biz də gedək ona balət eləyək. Bəli, izləyirəm. Həm özüm, həm ailəm, xüsusilə də atamla mən, yəni fanatik izləyicisi Araz Naxçıvan klubunun. Hal-hazırda bilirəm, komandamız burada deyil, yarışlarla bağlı Bakı şəhərindədirlər. Amma çox istəyərdim burada olsunlar. Məncə mütləq qayıtmalıdır. Mən özüm onların yolunu, yəni səbirsizliklə gözləyirəm. Onların oyunlarını canlı izləyə bilməsəm də bir çox demək olar sosial şəbəkələrdən onların oyunlarını onlayn izləyirəm. Şəmkirdə stadion yenilənir, Qusarda stadionlar yenilənir, İmişlidə stadion yeniləyirlər. Biz niyə yeniləməyək? Bizim 11.800 nəfər tutan stadionumuz var. Heç yerdə belə stadion yoxdur. Niyə bura Macaristan komandası gəlməsin? Niyə bura Yunanistan komandası gəlib play-off oynamasın? Gəlin turnir cədvəlinə baxaq. Orada Neftçidən başqa qalan o komandaların heç biri Araz qədər stajı yoxdur.